Biz bu günləri qarellə kompotu bişirməkdən ötrü, bağlamaqdan ötrü, yəni qarellə dərəcin hər yerdə, hər rayonda, bəlkə də buna bir başqa adlar var, amma biz tərəfdə buna qarellə deyilir. Baxdığınız kimi, baxın görürsünüz belə. Bunların meşədə daha çox olur. Bu bizim öz həyətimizdədir, öz bağçamızdadır. Yəni bunların böyükləri olur, gilanar boyda olanları. Ondan çox gözəl mürəbbəsi çıxır. Amma yəni kompot üçün fərq eləmir. Kompota yəni beləsi də yararlıdır. Çox da gözəl kompota çıxır. Qan təzyiqinin dərmanıdır. Ən gözəl dərmandır. Bunun hətta çayını belə dəmləyirsən, çox gözəl çay olur. Qan təzyiqinin ən birinci dərmanıdır. Baxın görürsünüz, maşallah olsun, ağacımızın üstü doludur demək olar ki. Və biz bu günləri öz həyətimizdən belə bu da heyvalarımızdır. İndi mən bu heyvaları dərib bunlardan çox gözəl kompot və mürəbbə edəcəm. Gördüyünüz kimi. Yerə də düşübdür, dibinə də düşüb. Heyvalardır. Bildiyiniz kimi heyva çox faydalıdır. Həm ürəyin dərmanıdır. Çox gözəl bir meyvədir. Cənnət meyvəsidir. Bu da bizim payızlıq armudlarımız. Baxın rənginə, nə gözəl rəngi var. Çox qəşəngdir. Çox maşallah olsun. Allahın verdiyi hər bir nemətə şükürlər olsun. Əncir ağacımızdır. Əncirlərimizin vaxtı solubdur. Artıq əncirlərin üstündə yoxdur. Biz onun hamısını yığmışıq, pişirmişik. Baxın, bu da belə bir armuddur. Bəlkə də soruşarsınız ki, bu ətləri nəyə görə belə böyük doğramısınız? Bunu da mən sizlərə izah etmək istəyirəm. Biz bir vətən gördüyünüz kimi içərisinə soğan əlavə etmişəm, pomidor doğramışam. Bir də təmiz inək yağı, kərə yağı istifadə eləmişəm. Bir yekə dolu qaşıq. İndi bunu qoyacam mən bişməyə. Bişdikdən sonra videosunu çəkib göstərəcəm sizlərə. Yəni çox dadlı olur. Həddindən artıq çox gözəl, çox dadlı bir yeməkdir. Bu da bizim çolpamız bişibdir, hazırdır. Baxın görürsünüz, çox gözəl, çox dadlı.